Okay, today I want to explain passive voice. What is passive voice and active voice? Active voice and passive voice. In passive voice, we don't know the subject. However, in passive voice, we know subject. What's the subject? Mübtəda. Biz əgər ki, mübtədanı biliriksə, kim tərəfindən işin icra olunduğunu biliriksə, bu aktivdədir. Lakin biz kim tərəfdən işin icra olunduğunu bilmiriksə, bu passiv voice-dir. Azərbaycan dilində var, məşğul növ adlanır. Gəlin zamanlara uyğunlaşdıraraq cümlə quraq. Birinci yazaq present simple-da. Present simple active. They clean every night. They clean the office every night. Onlar hər axşam ofisi təmizləyirlər. In passive voice, we should use object in the beginning of the sentence. After, we should use am, is, or are. After, verb, but participle to form. And our adjective. Adverb, sorry. The present simple passive. In passive voice, we should use the object in the beginning of the sentence. Objektimiz nədir? Mübtədamız deməli zeydi bu cümlədə. Xəbərimiz cleandir. Tamamlığımız nədir? Office. Tamamlıq cümlənin önünə keçir. Object should be used in the beginning of the sentence. The office is cleaned every night. In this sentence, we don't know about the subject. Biz burada mübtədanı, yəni işin kim tərəfindən icra olunduğunu bilmirik. Ona görə bu cümlə adlanır məchul növ, yəni passive voice. Deməli, neynədik? Keçirtdik bu tamamlığı cümlənin qarşısına. Tamamlığa uyğun olaraq bir xəbər yazırıq. İndiki sadə zamandadırsa xəbərimiz, yəni clean-ə baxdıq. Clean indiki sadə zamanı. İndiki sadə zamanda he, she, it olanda fiilin sonuna s qoyulur. He, she, it olmayanda heç nə qoymuruq. Baxdıq ki, bu indiki sadə zamanı, həm də every night, every day və s. bu sözlər bizdə indiki sadə zamanı bildirir. Deməli, biz neynədik? Obyekti, yəni ki, tamamlığa keçirdik cümlənin əvvəlinə. Ona uyğun bir fiil verdik. Daha doğrusu to be forması verdik. Am, is ya da are. Daha sonra fiili gətirdik. Fiilin sonuna id əlavə olunur və ya kökündən dəyişir. Burada clean sözü kökündən dəyişməyən form olduğuna görə id əlavə etdik. Daha sonra isə zaman zərfimizi olduğu kimi yazdıq. Ofis hər gecə təmizlənir. Təmizlənir. Amma kim tərəfindən təmizlənir? Bu haqda heç bir məlumatımız yoxdur. The next form, past simple. Keçmiş formanın aktivinə baxaq. For example, I can say Shakespeare wrote Romeo and Juliet. Shakespeare wrote Romeo and Juliet. In this sentence, we know about the subject here. Bizim mübtədamız var burada. Mübtədamız Shakespeare'dir. Xəbərimiz yazıb, nə yazıb? Romeo və Juliet'i. Sorry. Okay, and now I write simple passive. In passive form, we should use
Romeo and Juliet in the beginning of the sentence Romeo ve Juliet yazılıb keçmişdədir, düzdür. Biz keçmiş formada mütləqdir ki, was və ya were-dən istifadə edək. Was və ya were olmalıdır. Əmizarın keçmişi nədir? Was, were. Romeo ve Juliet bir dənə əsərin adıdır. 2 nəfər deyil. Yəni biz bunu 2 nəfər kimi götürmürük. Biz bunu bir dənə əsər adı kimi götürürük. Ona görə was olmalıdır. Was written yazılıb. Romeo ve Juliet yazılıb. Əgər biz mübtədanı bu cümlədə istifadə etmək istəyiriksə, o zaman biz yazırıq by Shakespeare. Deməli, yenidən baxırıq. Romeo ve Juliet bir dənə əsər adıdır, bir dənədir. Biz deməli, qeyd edeyim burada, was istifadə olunur is və am sözlərinin keçmişində. Were isə istifadə olunur are sözünün keçmişində. Romeo ve Juliet də bir dənə əsərdir. Biz burada is istifadə eləyirdik. Keçmişdə was qoyduq əvəzində. Sonra baxın, write sözü necədir? Həmişə öyrəndiyiniz cədvəl var. Write birinci sıra indiki sadə zaman feilimizdir. İkinci participle formasına, feili sifət formasına olur. Written. Wrote isə olur keçmişdə. Sadə keçmişdə, düzdür? Bizə lazımdır ikinci forma, feili sifət forması. Was written. Daha sonra əgər istəyiriksə mübtədanı qoymaq, by yazaraq da mübtədanı qoya bilərik. Məsələn, burada da yaza bilərdik. Sadəcə biz bilirik ki, by sözünün sözünlərindən sonra həmişə obyekt əvəzliklər gəlir. Bu z keçəcək obyekt formaya. Yəni belə olacaqdır. The office is cleaned every night by them. Onlar tərəfindən təmizlənir. The next form, absolutely, it is future. Future simple active. In future simple, we should use will. We know. For example, they will announce. They will announce the winners tomorrow. Onlar qalibləri sabah təqdim edəcəklər. Burada bizim tamamlığımız, obyektimiz hansıdır? Onlar edəcəklər təqdim, xəbər. Kimi? Qalibləri. Qalibləri deməli bizim nəyimizdir? Tamamlığımız. Nə zaman? Tomorrow, sabah. Deməli belə olacaq. Passive. Passive formda. Deməli biz nəyə keçirdirik qabağa? Winners-i. The winners. Qaliblər açıqlanacaq. Will amma be ilə istifadə olunur. Passive-də will-dən sonra be istifadə olunur. The winners will be announced. The winners will be announced. What is it? Will be announced tomorrow. By them. We can write by them, or if we don't know, we don't want to write at that time, we cannot write. Deməli, qaliblər açıqlanacaq sabah. Bura qədər. Qaliblər açıqlanacaq sabah onlar tərəfindən. Okay. And the next form is present continuous.
We know in present continuous active, sorry. In present continuous, we should use to be plus verb plus ing. We can say they are building a new bridge. Onlar yeni körpü tikirlər. İndi gəlin bunun pastına baxaq. Sorry, passive formasına baxaq. Passive. At that time we should change this are for what? Was or were, because our sentence sorry, it is present continuous. I cannot use that one. We should use where is our object? They are building. Onlar tikirlər yeni bina. Where is our object? This one, yes, bridge. Nəyi tikirlər? Bridge, körpünü. Bridge, körpünü tikirlər, düzdür? Körpü bizim tamamlığımızdır. That's why we should use bridge in the beginning of the sentence. A new bridge. Necə bridge'dir bu arada? Yeni. Bu birlikdə işlənir. Yeni bridge tikilir. Is being built. That's all. Deməli, əgər biz davam edici zamandan danışırıqsa, orada mütləq ki to be'nin be forması ing ilə işlənir. Being. Daha sonra build sözü isə ikinci formasında istifadə olunur. Daha feilimiz ikinci formada istifadə olunur. Deməli, tamamlıq gəldi yenidən cümləmizin önünə. Daha sonra tamamlığa uyğun olaraq am, is yoxsa are yazırıq. Burada arın olmağına baxmayın ha. Bu z-yə görə ardır. Biz amma bridge sözünü əsasən yazırıq. Is, daha sonra to be'nin being'i, daha sonra isə feilimiz. The next form past simple. Bayaq çaşıb bunu deyirmişəm. Past continuous. Past continuous. For example, active. Someone was painting their room when I arrived. Ne deyir? Deyir ki, kimsə otağı rəngləyirdi mən gələndə, mən çatanda, sorry. Okay. Someone was painting their room when I arrived. Mən çatanda kimsə otağı rəngləyirdi. Deməli, bu necə olacaq? Burada bizim mübtədamız nədir? Someone, düzdür? Birinci tərəfim danışıram. Xəbərimiz nədir? Was painting. Obyektimiz nədir? The room. Bizə əsas lazım olan burada obyektim. Past. Okay. The room was being painted when I arrived. Deməli, baxın, ikinci tərəf when'dən sonra dəydi kimi yox. When olduğu kimi qaldı. I arrived olduğu kimi qaldı. Tamamlıq keçdi cümlənin önünə. We should use the room in the beginning of the sentence. After we should use was again. If we say the rooms, əgər rooms olsaydı burada was yox, were olardı. Çünki are-ın əvəzləyicisi were'dir.
Their room was, sonra to be'nin being'i, yani bayaqki kimi də buradakı being. Being, daha sonra fiilimiz ikinci formasında dəyişmir deyə id əlavə olunur. Kökündən dəyişməyənlərdən deyə sadəcə id əlavə olunur. And present perfect-ə baxaq. Present perfect. For example, someone has stolen my bike. Kimsə mənim velosipedimi oğurladı. İndi bu da belə olacaq. Sadəcə been əlavə olunacaq. Çox rahatdır bu. Perfect. Sorry. Active. Passive. Deməli, burada baxırıq ki, obyektimiz nədir? Mübtədamız kimsə, xəbərimiz has stolen, nəyi oğurladı? Mənim bike'ımı, velosipedimi. Deməli, obyektimiz burada my bike'dır. My bike has been stolen. Mənim velosipedim oğurlandı. Kim tərəfindəndir? Məlum deyil. Ona görə də adı olur passiv. Bir dənə bunun keçmişinə də baxaq. Past perfect. Perfect zamanlar ümumiyyətlə bitmiş hadisələri bildirmək üçün istifadə olunur. Deyirəm ki, they had finished the report before deadline. Ümumiyyətlə past perfect sadə cümlələri həmişə bir işdən əvvəl olduğunu bildirmək üçün istifadə olunur. Məsələn, deyirəm ki, mən telefonun ödənişini etməzdən əvvəl zəng gəldi. Zəng gələn tərəfə biz had qoyuruq. Çünki hansı birinci olubsa ona qoyulur. Burada nə deyir? Deyir ki, report bitdi. Onlar reportu bitirdilər deadline-dan qabaq. Deməli, birinci hansı olubdu? Reportun bitirilməyi. Ona görə həmin cümləyə had qoyulubdu. İndi gəlin bunun passivinə baxaq. Deməli, gəlin buradan birinci tapaq bizim obyektimiz nədir? Onlar bitirdilər reportu deadline-dan əvvəl. Onlar mübtədamız, xəbərimiz had finished, the report our object, bizim obyektimiz, tamamlığımız reportdur. Before əvvəl deadline-da, yəni sonuncu vaxt. Deməli, obyektimiz nə oldu? Bizim burada report, yes. Report, we should use report in the beginning of the sentence. The report had been finished before deadline. That's all. It's too easy. We can use been in the passive voice. Okay? Been istifadə olunur bir xəbər olmayan cümlələrdə. I have been in London. Bir də ki, passivdə istifadə olunur. Fiil olanda been istifadə olunur. Bilirik ki, bu cümləmiz bizim mütləq ki, passivdədir. That's all. They are too easy. Passive voice deməli. If we don't know about our subject, at that time it is passive voice. In the passive voice, we should find the object in the active voice sentence and we should move this sentence in the beginning of the sentence. In this word in the beginning of the sentence. Sorry, I forgot about the modal verbs. Modal. For example,
The government should take measures about this issue. Deyirəm ki, hökumət bəzi ölçülər götürməlidir bu problem haqqında. Bunun aktividir bu. İndi bunun passivində isə biz bilməməliyik kim tərəfindən, düzdür? Hökumət bizim mübtədamız should take measures. Should, it's our verb, it's our modal verb, and we should use measures in the beginning of the sentence. Measures should be taken. Measures should be taken about this issue. If we want, we can write by the government. That's all. It is too easy. We should use can be, should be, must be. If we change modal verb to passive voice, we should use can be, should be, must be, and participle to verb. That's all. It's too easy. Good luck.